Salamlar. Bildiyiniz üzrə mən fonetika haqqında artıq 2 video çəkmişəm, amma bəzi suallar, bəzi yaranan boşluqlar məni üçüncüdən çəkməyə vadar elədi. Burada da fonetikanın üçüncü hissəsini vurğulayacağam və sonradan bu fonetika barəsində olan videoları çalışacağam, yəni bir dənə albom şəklinə salım və oradan rahatlıqla baxa biləsiniz. Deməli, bu gün yaranan su ətrafına danışacağam. C, ç, ş, bunlardan sonra i və ı necə ayıraq biz bunu? Yəni necə biz səsləndirək? Məsələn var ç, ç, da var ça, ça, ç, 吃饭的吃，开车的车，Gəlin birinci baxaq. Burada biz ilk öncə təhlil etməliyik c-si, c-sı, c-ç-şı səslərini əvvəlcədən. Amma mən bunu bir videoda qoymuşdum deyə bunun üstündən ötəri keçəcəm. Yəni c-si-dən sonra incə səslər gəlir. C-ç-sıdan sonra və c-ç-şıdan sonra qalın səslər gəlir. Yəni bunu mən əvvəldə zaten vurğuladığım üçün üstünə dayanmaq istəmirəm xüsusi. Gəlin indi baxaq ki, c-si ilə c-sını bildik. Yəni eyni səs c-dən sonra i kimi oxunur, c-çdan sonra ı kimi oxunur. Bəs co, ço, şdan sonra baş verir. Deməli, c, ç, ş bizdə alt çənənin qabağa gəlməsi ilə səslənən səslər olduğu üçün co, 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 co. Ona görə bizdə ondan sonra gələn i və e səsləri fərqli səslənmə yaradır. Mən bir neçə nümunə göstərəcəm. Məsələn, c ilə başlayıram, çünki c, ç, ş-dir və c-dan başlayacağam. Məsələn, mən deyirəm ki, 他是在我们班里最努力的学生之一。之一，biri, 之一，之。那么呢，这是我的东西。这e gələrsə, c-dan sonra e gələrsə səsi çıxır ortalığa. OK， 这是谁的车？这是谁的车？车车。我喜欢吃面条，吃面条。吃。是，他是医生，他是医生。这是我的舌头，舌头，舌头，舌头。舌头，舌。Yəni, qısaca biz ümumiləşdirsək əgər, i gələrsə ıdır, ş, ç, e gələrsə səsidir, səsidir. E elə bil, amma e-də tam ağzımızı açmırıq da, c, c, ş, ş, c, səsidir. Və bu belə deyim də, lap sadə səviyyədə belə, birinci, ikinci səviyyədə belə sizin daha professional səslənmənizi təmin edən səslərdən biridir. Bu səs mənim özümdə də uzun müddət qaranlıq idi. Müəlliməm Xanlar Aşıq bunun üzərində çox işləyirdi və bir 6-7 ay öncə mən bu səsi düzəltmişdim. Ümid edirəm ki, bu video sizə faydalı olar və siz bunu məndən də tez düzəldərsiniz. Video sizə faydalı oldusa, rəylərdə bildirirsəniz çox şad olaram. Növbəti videolarda görüşərik.